Gəlin indi isə ədədin faizinin tapılması və faizinə görə ədədin tapılmasına aid bir neçə misallara baxaq. İlə başlayaq birinci sualda. Məsələn, deyir ki, tornacı gündə 4 detal hazırlamalı idi. O planı 110% yerinə yetirdi. Tornacı neçə detal hazırladı? Uşaqlar, həmişə ilkin verilənim 100%-dir. Yəni 100%-im 400 detaldır, 110%-im x-dir. X-i tapırıq 440 detal. Sonra yadıma düşdü uşaqlar, faiz dərsini keçəndə sadə mürəkkəb faiz artımı düsturunu danışmamışam. Nəsə dərsin sonunda danışaram. Uşaqlar, məsələn, gəlin baxaq. Tutaq ki, üçüncüyə. A ədədi 75-in 24%-i. Aslında sual nəsə baxdıq. A bərabərdir 75-in 24%-i. 75 vur 24 bölü 100. Neçəyir uşaqlar? 75-i 3, 4, 6, 18. Sonra B ədədi 24-ün 75%-i. Eyni şeydir uşaqlar. B də 24-ün 75%-idirsə, yenə B də 18-dir. Yəni A nəyə bərabərdir? B-yə. Sonra məsələn, 2 müsbət ədəddən birinin 15%-i, digərinin 45%-nə bərabərdir. Baxırıq 7-ci suala. 2 müsbət ədəddən birinin 15%-i. Bundan gələni seçsəm uşaqlar, buradan seçməmişəm. Baxırıq 7-yə. 2 müsbət ədəddən birinin 15%, 2 müsbət ədəddə biri A-dır, biri B-dir. 15%-i 15-a bərabərdir, digərinin 45%-nə 45B-yə ixtisar yaparsaq, A-mız 3B-yə bərabərdir. Bu ədədlərin cəmi 256, yəni A plus B 256-dır uşaqlar. A da yenə 3B yazsaq, 3B plus B bərabərdir 256. 4B 256. B deyiləyər 64. B 64-dürsə, uşaqlar A neçəyə bərabərdir? A da bərabərdir 3 vuraq 64. 192. Deməli, biri 192-dir, digəri isə 64-dür. Sonra, məsələn, baxaq 10-cu suala. Uşaqlar, 20% itki nə deməkdir? 400-ün, yəni 20% itki 80% deməkdir. 400-ün 80%-i elədir 320. Sonra 320 kiloqram nə alındı? Un alındı. Demək ki, bura 320-dir. 30% artım. 30% artım nə deməkdir uşaqlar? 320-nin 130%-ini tapıram. O deyilədir. 32 3-ə vuranda 320. 32 3-ə vuranda 96. 320-də uşaqlar 96 gələndə neçə eləyir? 416 eləyir. Görə elə bir cavab var, səhv hesablamadıqsa. Açıq sualda. 416 aldıq. 320-ni 416-ya vurub. Sonra gəlin baxaq. Məsələn, baxaq 14-cü suala. 14-cü sualda nə deyilir? Sağa baxmaq istəyirəm, deyirəm, bir də səhv hesablayaram. Düz toplamışam. Sonra baxıram, neçə dedik uşaqlar? 14. Turistlər əvvəlcə yolun 60%-ni, sonra isə 30%-ni qət etdilər. Uşaqlar, 60%-in 100%-i də yolumuz düzdür. 60%-ni qət elədim. Sonra isə qalan yolun. Qalan deyirsə, yəni 100%-i də 60%-ni qət elədim. Qalan yol nə qədər qalır uşaqlar? 100-dən çıxıram 60-ını, qalır 40%. 40%-in 30%-ni qət elədim. 40-ın da 30%-i neçə eləyir? 12. Yəni 60% bir qət eləmişəm, 12% də bir qət eləmişəm. Neçə faiz qət eləmişik uşaqlar? 60 ilə 12-ni toplayıram. 60 ilə 12. 72. Yəni 100%lik yolun 72%-ni qət eləmişik. Neçə faizi gedilməmiş qalıb? 72-si gedilibsə, uşaqlar 100-dən də çıxaram 72-sini. Eləyər 28%-i. 28%-i gedilməmiş qalar. Sonra uşaqlar gəlin baxaq.
17 tiplər beyaz əhlədir. Məsələn, gəlin baxaq 19-a. Tutaq ki, 20% ilə 30%-in cəmi 100-dür. Ədəd götürək A. A-nın 20% 0,2 A, 30% 0,3 A. Cəmi 100-dür. 0,5 A bərabərdir 100-ə. A da bərabərdir 100 bölək 0,5. 1000-i də 5-ə bölsək uşaqlar alarıq 200. Demək ki, A ədədimiz neçəyə bölür? 200-ə. Sənə deyir ki, həmlədən 25%-ni tap. 200-ün də 25%-i uşaqlar eləyir 50. Sonra gəlin baxaq faiz nöqrədən tapılmasına aid məsələlərə. Məsələn, 135 ton mis filizdən 27 ton mis salınır. Filizin tərkibində isə faiz mis var. Neyinir uşaqlar? 27 ton misi bölü ümumiyə. 27 bölü 135-ə vururuq 100-ə. 2 ədədin faiz nisbəti kimidir uşaqlar? Bu da 5-də 1 vur 100. O deyir 20%. Sonra gəlin baxaq, tutaq ki, 7-ci suala. A məntəqəsindən B məntəqəsinə yola düşdü turist. 16 kilometr getdi. Bəlkəni söndürəndə. Əziyyət çəkirəm. Deməli, uşaqlar, neynədir? 16 adam B-yə yola düşdü. Adam B-yə yola düşdü. 16 kilometr getdi. Nə qədər gəldim uşaqlar? 16 kilometr gəldim. Yolun 20% qaldı. 20% qalıbsa, demək ki, mən yolun 80%-ni getmişəm. Yəni 80% nə qədərdir? 16 kilometrdir. Faizinə görə də tapanda ədəd faiz göstərənə də bölürəm, 100-ə vururam. O deyir uşaqlar 20. Yəni 16, 85, 100-dən 5, 20. Deməli, bütün yol nə qədərdir? 20 kilometrdir. Sonra uşaqlar, desəz ki, mənim 10 tənli qurmaqla yazaq, gəlin tənli qurmaqla yazaq. Bütün yolum, bax uşaqlar, bütün yolum nə qədərdir? Bütün yolu x deyirəm. 16 kilometr getdim, 16 kilometr getdim. 20%-im də qaldı. Deməli, 16-nın üzərinə bütün yolun 20%-də 0,2x gəlsəm, alacam bütün yol. Yəni, bütün yoluma nə demişəm uşaqlar? X demişik. 0,8x bərabərdir 16, x də bərabərdir 16 vuraq 8-də 10. Yəni o da 20-yə bərabərdir. Bir tənli qurmaqla da yaza bilərsiniz. Sonra uşaqlar, gəlin baxaq 14-də. 14-də nə deyir? Müəssisə il ərzində 10800 məmulat buraxıb planı 35% artırması yerinə yetiribdir. Uşaqlar, demək ki, 10800 məmulat 135% demək. Çünki 35% artıq yerinə yetirmişəm. Bəs 100%-im nə qədərdir? X. Buradan x-i tapa bilərik. 100-ü vurarıq 10800-ə bölərik 135-ə. Bunu da yəni özünüz hesablaya bilərsiniz. Tutaq ki, 135 1080-sində 8 dəfə yerləşir, 80. O deyir 8000. Yəni, mənim tapşırığım nə qədər uşaqlar? Müəssisənin tapşırığı nə qədər idi? 8000 idi tapşırığı. Sonra gəlin baxaq 23-ə. 2 rəqəmin natural ədədin rəqəmləri cəmi 12. 2 rəqəmin natural ədəd A1-də uşaqlar. Tutaq ki, A plus B bərabərdir. A plus gözün uşaqlar. Silim nəsə qaldırım mən. Deməli, nə dedik? A plus B bərabərdir 12-yə. Düzdür. Rəqəmlərin yerini dəyişəndən sonra bir ədəd 75% artır. Rəqəmlərin yerini dəyişəndə olur B-a. Və ədəd 75% artırsa, birinci ədədi 75-ə vuraram. Çünki ikinci ədəd artır da yerini dəyişəndə. 1,75 %75 deməkdir uşaqlar. Düzdür. %75 nə deməkdir?
4-də 7 verir də. 4-də 7 AB bərabərdir BA-ya. 7 AB bərabərdir 4 BA-ya. Buradan da atsam 10A üstəgəl B bərabərdir 4 vuraq 11 üstəgəl A. Buradan da uşaqlar 70 plus 7B bərabərdir 40B plus 70A yazmadım. 40B plus 4A. Bunu da sadələşdirsək 70A'dan 4A çıxanda uşaqlar 66A bərabərdir 33B'yə. Bunu da gedək yuxarıdan yazaq uşaqlar. Buradan da B bərabərdir 2A'ya. Aparıb bunda da yerinə yazsaq, B bərabərdir 2A'nı yerinə yazsaq. Burada 2A plus A bərabərdir 12, A bərabərdir 3-ə. Demək uşaqlar, A'mız 3-dür. A'mız 3-dür, cəmi də 12-dir. Onda B'miz olacaq neçə? B'miz olacaq 9. Əvvəlki 2 rəqəm ədəd neçə oldu uşaqlar? Oldu 39. Əvvəlki 2 rəqəmli ədəd. Yəni B bəndi. Sonra dəqiq uşaqlar səhv yazmadım ki. 75% artmaq 175-dir də. 175 %175 175-i 25-ə böləndə neçə dəfə düşür? Yaxşı 5-ə bölək də əvvəlcə 2-dən 5-in 3-dən 5-in 15 35 düşür. 100-ü 5-ə böləndə 20, 35-i 5-ə 7, 20-ni də 5-ə 4. 4-də 7 düz yazmışıq. Bunu da vurub açsaq 70A plus 7B bərabərdir 40B plus 4A. Buradan da 70-dən 4 çıxanda 66A bərabərdir 33B'yə. B də bərabərdir 2A'ya. B-ni də yerinə 2A yazsaq 2A. 3A bərabərdir 12-yə. Hə, uşaqlar səhv burada eləmişəm. Baxdım cavab. Bu da səhv eləmişik. 3A bərabərdir 12-dir. İndi ürəniz patiki müəllim orada 3 yazmışsınız. Orada 3 yazmışsınız. 4 olmalıdır. Düzdür uşaqlar. A 4. A 4-dürsə, A 4-dürsə. B deyəcək neçə uşaqlar? 8. Onda olur A 4. B də 8. Yəni ədədim neçəyə bərabərdir? Ədədim 48-ə bərabərdir. Üzr hesab edin. Hesab səhv oldu. Sonra, məsələn, gəlin baxaq 27-yə uşaqlar. 27-də nə deyir? Sütun diaqramı dairə diaqramı ilə gəlin uşaqlar. Hə. Sütun diaqramı dairə diaqramı ilə əvəz etsəydi, A müəssisəsinə aid dairə sektoru neçə dərəcə olardı? Uşaqlar, A'mız 60-dır. Toplayaq da 60 üstəgəl 120 üstəgəl 160 üstəgəl 200. Bu neçə eləyir? 180. 180 isə 60 gələndə 340. 340 isə 200 gələndə 540 eləyir. Biz səhv hesablayalım. 200 ilə 160 360 eləyir. 360-ın üstə 120 gələndə uşaqlar 360-ın üstə 120 gələndə 480 540 eləyir. Yorulmuşam, o bölüm səhv hesablayam. Deməli 540-dır. Neçə dərəcəyə uyğun gəlir? Bizdən də A-nı istəyir. A neçə dərəcəyə uyğun gəlir? Uşaqlar. Deməli ümumi 360 dərəcədir də, düzdür? 360-ı bölərəm 540-a. Aldığım cavabda bizdən də A-nı istəyir. Vururam 120-yə. Bu neçə yer uşaqlar? Da ki, sıfırım getdi. 54-ü 9-a böləndə 6. 36-ını 9-a böləndə 4. 18-i çıxsa problem gəlin birbaşa. Yaxşı getdim. 6 ilə da təzdən 120 getsə, qalar 24-ə 80. Yəni 80 dərəcəyə uyğundur. Desəz müəllimə 80 necə aldınız? 100% uşaqlar, yenə nəsə səhv yazdım. Bizdən A-nı istəyirik. Mən niyə 120-yə vurdum ki? B-ni tapmışam mən. Bizdən A-nı istəyir. A-nı istəyirsə uşaqlar
60-a vuraram. 60-a vuraram. Onda 60-la da 6 ixtisar getsə, qalar 10, o dəqiqə 40 dərəcə. Bir də iynəli uşaqlar hamısını topladı. Hamısı 360 dərəcədir. Dairə 360 dərəcədir. Hamısını topladım, aldım 540. 360-ı bölülən 540-a ki, görüm hərəsində neçə dərəcə düşür. Onu 360-da 540-a böldüm, vurdum 60-a. Çünki məndən A-nı istəyir. Yəni adı 60 uyğun deyə aldım cavabı 60-a vurdum. 40 dərəcəyə uyğundur. Sonra tutaq ki, uşaqlar, birinci ədəd ikincinin 25%, ikinci birinci isə faiz təşkil etsə düstur, hazır düstur demişdik. 10 bölü K ilə yaza bilərsiniz. 10 bölü 25 ilə. Tutaq gəlin 35 yazaq. Deyir ki, 45 oğlan, 13 qız şagirdin olduğu düşərgəyə sonra eyni sayda oğlan və qız gəldi. Bunlardan sonra oğlanlar sayı, qızlar sayı 200% çox oldu. Uşaqlar, eyni sayda oğlan və qız gəldi. Tutaq ki, x dərəsində x dənə uşaq gəlir. 45 oğlan və 13 qız şagirdin olduğu düşərgəyə eyni sayda, x sayda oğlan gəlib, x sayda qız gəlib. Tutaq ki, x sayda da qız gəlib, eyni sayda deyir. Bundan sonra oğlanlar sayı, qızlar sayından 200% çox oldu. Uşaqlar, 200% çox 2 dəfə deməkdir. 3 dəfə deməkdir. Yəni n-1 vuraq 100-lə. 3 dəfə deməkdir. Oğlanların sayı çox olduğuna görə qızları sayını 3-ə vururam, bərabərləşdirirəm. 45 plus x bərabərdir 39 plus 3x-ə. Buradan da 6 bərabərdir 2x-ə. X də bərabərdir 3-ə. Deməli, uşaqlar, x-ni isə tapdıq. X-i 3 tapdıq. Sizdən soruşur ki, düşərgəyə gələn şagirdlərin ümumi sayı. Axı, mən demişəm ki, 3 dənə qız gəlib, 3 dənə oğlan gəlib də, düzdür. Onda, uşaqlar, şagirdlərin ümumi sayı neçədən olar? 6 dənə. Çünki 3 dənə qız gəlib, 3 dənə də oğlan. 3 plus 3 bərabərdir 6. Yəni, ümumi 6 dənə şagird gəlib. Tutaq ki, gəlin 37 tipindən də birini yazaq. Uşaqlar, tutaq ki, asanda özünüz yaza bilərsiniz. AB-nin 6 ədədi üçün AB intervalında yaşayan 6 ədədlərinin sayı. Tutaq ki, uşaqlar, AB intervalında x dənə ədəd yerləşir. Başlanğıc qiymətləri alırsa, AB intervalında nə qədər ədəd yerləşir? Başlanğıc alırsa, 2 dənəsinin arada, tutaq ki, uşaqlar, belə deyək də, 2 ilə 4-ün arasında neçə ədəd yerləşir? Bir dənə 3 yerləşir də, 1 dənə. Amma başlanğıc qiyməti 2 ilə 4 alanda neçə qiymət olur? 2, 3, 4. Yəni 3 dənə. Onu nə qədər artır? X plus 2 artır. Deməli, x plus 2-nin 80%-nə bərabər. Nə demək 80%? 0,8 deməkdir də uşaqlar. Buradan x bərabərdir 0,8 x plus 1,6-ya. 0,2 x bərabərdir 1,6-ya. X də bərabərdir 8-ə. Tutaq ki, x-i 8 tapım. Yəni, sayı 8-dir. Uşaqlar, bəs bir olanda necə olur? Birini alıb, birini almayanda. Onda necə olur? Deyə bilərik. Tutaq ki, 2-ni alır, uşaqlar. Baxın. Başqa ilə yazın. Tutaq ki, 2-ni alır, 4-ü almır. Onda hansı olur? 2, 3. Yəni, sayı 2-dən olur. Onda bir vahid artır. Olur nə? Burada da olur elementlərin sayı x plus 1. X-ni isə tapışıq uşaqlar 8. 8 yapıkən deyir 9. Cavab nə oldu uşaqlar? 9. Sonra ot məsələləri buraxılışa, imtahana, sınaqlara həmişə düşür. Sınaqlara çox düşür. Yeni biçilmiş otun nəmliyi 82%-dir. Quru otun nəmliyi isə 10% olarsa 20 ton yeni biçilmiş otdan nə qədər quru ot alınır? Uşaqlara qısa yolu necə öyrədirəm? Uşaqlar həmişə qarışdırırlar, necə yazmaq lazımdır. Mən əvvəlcə deyirəm ki, uşaqlar hər ikisini 100-dən çıxın. Məsələn, 100-dən çıx 82-ni, al 18%. 100-dən çıx 10-u, alıram neçə faiz? 90%. İndi baxın, 20 ton yeni biçilmiş otdan nə qədər quru ot alınır? Yəni, 20 tonun 82%-i nəmdirsə, uşaqlar, onun 18%-i qurudur. Eləyir 36.
36 3,6. 3,6 edir. Sonra təzədən bu qurutun nəmliyi də 10%. Yəni bu 3,6 qurudu da 10% nəmlidirsə, bunun 90% nə qədər olmalıdır quru olsun? 3,6 olsun. 3,6-nı da bölürəm 90-a, vururam 100-ə. O deyir uşaqlar 360 bölək 90. O deyir 4. Aldıq cavabı 4. İndi qulaq asın. Qısa yola nə deyirik? Əvvəlcə hər ikisini 100-dən çıxırıq. 100-dən çıxdı. 20 tonun 82% nəmlisi, 18% qurudur. 20-nin 18%-ni tapdım. Elə də 3,6. Bu 3,6 ton qurudur. Quru otunda nəmliyi 10%. Yəni axı bizim quru otumuz 3,6-dır. Nəmliyi deməli nəmliyi 10% isə bunun quruqluğu 90%. Yəni 90% 3,6 ton ədəd tapırıq. Yəni uşaqlar, hər ikisinin 100-dən çıxmaq şərti ilə birinci ədədin faizini tapırsan, ədədin faizini, verilmiş ədədin faizini tapırıq. Otun faizini, sonra da faizinə görə tapırıq.